Yaxşı eləyirəm. Bok yersən. Qışqırma. Sadəcə bok yersən. Qışqırma. Bayır şəhər sakinləri Hesabat Infoya müraciət edərək yaşayış olan evlərin xəbərdarlıq edilmədən sökülməsindən narazılıq ediblər. Onların sözlərinə görə Bayır şəhərin Zərgərpalan küçəsi 29 və Mirzə Fətəli küçəsində artıq 2 gündür ki, söküntü işləri aparılır. Şikayətçilər həmçinin Bakı şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət İdarəsinin müdiri Zülfəli İsmayılovdan da narazıdırlar. Sakinlərin dediyinə görə İsmayılov söküntü zamanı vətəndaşlarla kobud danışır, etiraz edənləri təhqir edir və nalayiq ifadələr işlədir. Özdə ağızlarına maska qoyublar, cəmaat amma toza dumana bürürlər. Budur bax və mədəniyyətləri. Budur bunların təbii xalq düşmənləridir bunlar. Xalq düşmənləridirlər bunlar. Xalq düşmənləri. Bakı şəhəri Yasamal rayonu Zərgərpalan 29 ünvanı. Baba mülkümüz bu günə Zülfəli İsmayılov və onun quldur dəstəsi bu günə qoyublar mülkü. Darmadağın eləyiblər. Deməli, bütün payçılar da mülkü almadan 8-də cəmi 3 pay alaraq qalan paylar yarıdan çox bizdədir. Bu günə darmadağın eləyib. Heç bir razılığımız yoxdur. Hələ onu yığışdın da. Yaxşı eləyirəm. Bok yersən. Qışqırma. Sadəcə bok yersən. Qışqırma. Gedib bok yersən. Sakinlər hesab edirlər ki, bu cür davranış məmur etikası və insan hörmətinə ziddir. Onlar tələb edirlər ki, söküntü işləri dərhal dayandırılsın. Yaşayış olan evlər qorunsun və vətəndaşlara qarşı hörmətsizlik edən şəxslər məsuliyyətə cəlb edilsin.